analizlər nəticəsində sübut olunub ki, o mənim qardaşımın nəşidir. Sumqayıt şəhərindən olan şəhid Şah Hüseynov Lətif Qəribalıoğlunun nəşi 33 ildən sonra tapılaraq kimliyi müəyyənləşdirilib və Sumqayıt Şəhidlər Xiyabanda torpağa tapşırılıb. Dəfn mərasimində şəhidin doğmaları ilə yanaşı, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Müdafiə Nazirliyinin nümayəndələri, şəhid ailələri və qazilər, idarə, müəssisə rəhbərləri, eləcə də şəhər sakinləri iştirak ediblər. Lətif Şah Hüseynov 12 mart 1969-cu ildə Sumqayıt şəhərində anadan olub. O, Sumqayıt şəhəri 42-ci məhəllədə yaşayıb. 29 nömrəli tam orta məktəbin 8-ci sinifə qədər təhsil alıb. Daha sonra 41 nömrəli peşə məktəbində təhsilini davam etdirib. 1987-ci ildə Rusiyanın Volqograd şəhərində hərbi xidmətə çağırılan Lətif Şah Hüseynov xidmətini başa vurduqdan sonra vətənə dönüb. 1992-ci ilin iyun ayında Dağlıq Qarabağda gedən döyüşlərə qoşulub və Milli Ordu sıralarında xidmət edib. O, 28 iyun 1992-ci ildə Xocavənd uğrunda gedən döyüşlər zamanı itkin düşüb. Uzun illər ərzində taliyə məlum olmayan şəhidin nəşi Zaqatala rayonunun Dağlıq kənd qəbirstanlığında naməlum əsgər kimi dəfn olunmuşdu. 2016-cı ildə ailə üzvlərinin verdiyi analizlərin sayəsində şəhidin kimliyi müəyyən edilib. Vətən sağ olsun, Azərbaycanımız sağ olsun. Vətən sağ olsun. Allah rəhmət eləsin. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Lətif Şah Hüseynov subay olub. Mənim qardaşım 92-ci ildə torpaqlarımız uğrunda gedən, 1-ci Qarabağ uğrunda gedən müharibələrdə itkin düşmüşdür. 33 ildən sonra prezidentimizin, Mehriban xanımın göstərişi ilə aidiyyatı orqanların göstərdiyi işlər nəticəsində qardaşımın nəşi aşkarlanıb, analizlər nəticəsində sübut olunub ki, o mənim qardaşımın nəşidir. Bugünkü gündə burada Sumqayıt Şəhidlər Xiyabanında onu layiqincə icra hakimiz Zakir Fərəcov cənabları ilə, aidiyyatı orqanlarla birgə onun dəfn mərasimi oldu. Biz qardaşımla fəxr edirik, bütün şəhidlərlə fəxr edirik. Allah bütün şəhidlərə rəhmət eləsin. İtkin olan bütün itkin şəhidlərimizi inşallah ki, ailələrinə qovuşar. Onların da gözləri yollardan çəkilər. Bir şeydə məyusam ki, atam, anam 5 il bundan qabaq, ikisi də bir gündə rəhmətə getdilər. Övladlarının bu xəbərini eşitmədilər. Kəşke onlar da eşidəydilər. Amma burada itkin olan qoca analar var. Onlara səbir diləyirəm. Nizam Rəsulov, Fərhad Ələkbərli, xüsusi olaraq Dinas TV üçün.